Çox böyük bir bayramdır, həm sabah, həm də ertəsi gün. Ну и плюс закінчуємо постачі, як ти кажеш, Рамадан закінчився вже, так? Да. Və bildiyimə görə Ramazan da bitibdir, yəni oruçluq da bitib, həm də Ramazan bayramı. Tepir можемо. İndi başlayalım. Şans xeyir olsun, hoş gəlmisiniz. Mən də öz adımdan, qurma adımdan hər iki bayramı təbrik edirəm. Şans sağlığı arzulayıram sizə. Ailələrinize sağlık arzulayıram. Suallarla elə sadəcə mikrofonu ünvanlayan imkanı varsa ki, izləyicilərimiz eşitsin. Mikrofon, будь ласка. Qəlbə münasibət təbrik edirəm. Maraqlı bir məqamdır. Meydana hücumsuz çıxırsınız və mövsümün ən böyük hesablı qələbəsini qazanırsınız. Bunu necə izah eləmək olar? Birinci sual bu. Дивіться, ну, нас трошки спіткала невдача з нападниками, вони травмувалися, що Абубакар, що Самбо. Belə deyim, belə gətirdi ki, bizim hücumçular travma aldılar. Həm bilirsiniz ki, həm Sambo, həm də Abubakar. Yəni, belə bir başımıza hadisə gəldi. Залишився тільки Солянський Bir Salyanski qaldı і Курчі. və Kurki. На мій погляд, Курчі – це більш гравець Вінгер, який грає на правій чи на лівій стороні нападник. Bu mənim fikrimcə Kurki daha çox wingerdir də, yəni cinahlarda oynayır, ya sağ ya sol tərəfdə. Ми про це думали і вже в Габалі ми дали шанс подивитися на Варгаса в цій позиції. Biz deməli bu barədə düşünmüşdük və Qəbələdə də bu mövqedə Varqasa şans verdik. І зрозуміли, що можна його і на цю гру також поставити нападником. Və düşündük ki, bu oyunda da biz onu hücumçu kimi istifadə edə bilərik. Хоча він, тут ми з ним розмовляли, що більше був такою скритною дев'яткою. Amma biz onunla belə danışdıq ki, o daha çox gizli bir 9'luq olsun. Що у нас і непогано вийшло і вийшло. Və pis də alınmadı, yaxşı da nəticə oldu. Я дуже вдячний всім хлопцям, що вони сьогодні вийшли з великим бажанням. Mən birinci növbədə bütün oyunculara təşəkkür edirəm ki, onlar çox böyük arzu ilə bugün oyuna çıxdılar. Дуже гарний настрій був. Çox gözəl əhval-ruhiyələri var idi. Я думаю, ті слова, що я сказав, що дві гри, ті, що зіграли вже, команда була з Імішлі, один програш і нічия, це дуже мало для Нефçi. Və onlara, mən də yəqin dediyimi də eşitdilər ki, biz bundan qabaq İmişli ilə 2 oyun oynamaq və birini uduzmaq, birini də heç eləmək, bu Nefçi üçün çox az bir şeydir, az nəticədir. І ми повинні повернути боржок наш. Biz ona görə də öz borcumuzu qaytarmalıydıq. Що вони і зробили, я їм дуже вдячний за це. Və onlar da bunu etdilər, buna görə də onlara minnətdaram. Якраз є час відпочити, дамо відпочити 3 дні. Həm də ki, istirahət vaxtları olacaq, ən azı 3 gün istirahət edəcəklər. І почнемо з 24-го знову працювати і готуватися до слідуючих суперників. Və 24-dən yenidən oynamağa başlayacaq, məşqlərə başlayacaq ki, növbəti rəqiblə görüşə hazır olaq. У нас практично немає шансів на помилку. Bizim artıq səhvə heç bir şansımız yoxdur səhv eləməyə. Якщо ми хочемо зайняти те місце, яке нам дасть право виступати в подальшому в Європі. Yəni Avropada iştirak etməkdən ötürü bu səhvlər olmamalıdır ki, bu bizə şans versin ki, biz bunu əldə edə bilək sonunda. Тим більше у нас будуть всі ігри з тими суперниками, з якими ми боремося за це місце. Özdəki elə rəqiblərlə bizim necə deyirlər, qarşılaşmalarımız olacaq ki, onlarla elə bu yerlər uğrunda mübarizə aparırıq. Там ми вже побачимо наш характер, Orada artıq bizim xarakteri görə bilərik нашу гру. və oyunumuzu görə bilərik. Це дуже цікаво, і я чекаю цього. Мені як тренеру дуже цікаво. Və bu çox maraqlıdır. Mən bunu maraqlı olacağını gözləyirəm. Bir məşqçi kimi də maraqlıdır həqiqətən. Belə. Ağadaşdan söz saldınız. Əsl 9 nömrə mərkəz hücumçusudur və o demək olar oynamır. Hətta bu oyunda meydana çıxmadı. Nəzərə alaq ki, o U21 millimizin üzvüdür və qarşıda da Portuqaliya kimi güclü rəqiblə oyunu var. Yəni belə futbolçu çoxmu rəqabətdə geri qalır ki, demək olar oynamır. Это за кого фамилия? Кто именно? Salyanski. Солянский? Adıdaş.
Дивіться, шанс дається кожному, і йому буде шанс даний, але я розумію, що на сьогоднішній день я головний тренер. Əlbəttə şans hər kəsə verilir, ona da şans veriləcək. Bu gün belə başa düşürəm ki, mənəm əsas baş məşqçi. Я приймаю рішення, ну поки що десь він в konkurencії цей трошки програє іншим футболістам. Və gördüyüm odur ki, hazır ki, belə deyək, rəqabətdə o digər futbolçulara uduzur, biraz uduzur. Але він молодий футболіст, у нього все ще попереду. Amma o gənc bir futbolçudur, hələ onun həyatı qabaqdadır, necə deyirlər. Я на нього розраховую і чекаю від нього ще більше, щоб він тренувався. І тоді, я думаю, також буде шанс і все буде добре. Və mənim ona ümidlərim var. Mən düşünürəm ki, o daha çox məşq edərək, daha çox şanslar da əldə edəcəkdir. Треба терпіння. Це Bəzi футбол. hallarda səbr eləmək lazımdır. Bu futboldur. Я їм всім говорю, я розумію, що вони всі хочуть грати, але в мене немає такої змоги зараз дати всім однакову практику гри. Mən başa düşürəm, onların hamısı oynamaq istəyir, amma indi elə bir dövrdür ki, mən onların hər birinə eyni şərait yarada bilmərəm ki, oynasınlar. Mübarək zəhmət olmasın. Qələbə münasibəti təbrik edirəm. Neftçi bu mövsüm əvvəlki 2 oyun nəzərə alsaq, yəni bu mövsüm 5 xal itirdiyi rəqibə 6 top vurursa, əvvəlki 2 oyunun, yəni 2 oyundakı xal itkilərin günahkarı kimdir? Necə düşünür? Ви знаєте, я завжди кажу, коли команда програє, то винен головний тренер. Значить, це був я винен. Коли виграє, то виграє команда і хлопці. Тому скажу так, я нікого не шукаю винним. Ми аналізуємо, рухаємось далі. Саме головне, що хлопці відреагували на першу поразку при тому, як я почав працювати. Deməli, belə deyim, ümumiyyətlə mən həmişə də bunu deyirəm ki, komanda udursa burada günahkar məşqçidir, amma udursa burada səbəbkar oyunçulardır. Belə deyim. Mən kimisə burada günahkar axtarmaq və s. niyyəti də deyirəm. Fikirlərimi sizinlə bölüşdüm. Sadəcə deyim ki, mən burada məşqçiliyə də başlayanın bu dövr ərzində hələ ki biz keçən dəfə bir dənə məğlubiyyət üzləşdikdə bir oyunda. Vəssalam. Ви ж Biz розумієте, ona görə də що, əlimizdən gələni edirik ki, bu olmasın. ви ж розумієте, що програші все рівно будуть. Və gözləniləndir də və bilirsiniz ki, məğlubiyyətlər də olacaq. Але треба вміти через себе переносити ці поразки і рухатись далі. Amma əsas odur ki, bu məğlubiyyətləri həzm edə biləsən ki, sonra yoluna davam edəsən. І головне реакція команди. Оце мені більше всього сподобалось. Після поразки ми 2 гри підряд виграли. Və bu ən önəmlisi də komandanın buna reaksiyasıdır. Mənim nə xoşuma gəldi ki, biz məğlubiyyətdən sonra 2 oyun dalbadal udduq. Це говорить про те, що вони нормальні люди, які також не люблять програвати і б'ються до кінця за кожну гру і хочуть тільки перемагати. Və bu artıq normal, yəni insandır, onun barəsində danışılır, onu göstərir və bir də onu göstərir ki, onlar məğlubiyyətə həzm edərək oyunlara həvəslə çıxırlar və hər bir oyuna udmağa çalışırlar. Така відповідь. Cavabım budur. Qələbə münasibətlə təbrik edirəm. Ötən oyunu saymasaq, ümumiyyətlə İmişli sıx müdafiəsi ilə belə bilinen komandadır və bu oyunda hücumsuz Neftçi bu komandaya 6 gol vurdu. Bundan sonraki oyunlarda da Abubakar, Sambu hazır olsa, bu taktiki düzülüşü, bu futbolçular görə bilərik hücum xəttində. Ну, дивіться, ми під кожного суперника дуже добре вивчаємо свого суперника, з ким маємо грати. Biz deməli belə deyim, hər bir rəqibimizi oyundan əvvəl yaxşı təhlil edib öyrənirik. І приймаємо те рішення, як нам краще зіграти проти команди, яка грає в тактиці з 5 захисниками чи з 4. Це ж велика різниця є. Тому знаходимо такі моделі, які нам подобаються більше, і які приносять нам користь і перемоги. Və biz baxırıq da, məsələn, görürük ki,
Rəqib komanda 4 müdafiəçi ilə oynayır, ya 5 müdafiəçi ilə oynayır. Bunlar arasında böyük bir fərq var və buna uyğun da strategiyamızı elə qururuq ki, o bizə fayda gətirsin ki, biz də nəticədə qalib ola bilək. Я вам єдине скажу, це кладучи руку на серце, що, ну повірте, що мої хлопці, тренера, що я раніше 2-ї, 3-ї ночі ніколи не лягаємо спати. Yəni deyim ki, sizə biz o qədər də çox ciddi təhlil edirik, mən də, oyunçular da və deyim sizə gecə saat 2-dən 3-dən tez hətta yatmırıq. Yəni o qədər ciddi hazırlaşırıq. А з 9-ї ранку вже починаємо працювати. Və saat da 9-da hələ durub təzədən yenidən məşq edirik. Це не дуже легка робота, це важка, але всі другим здається, що це все так легко і просто. Не. Якщо ти любиш футбол, треба працювати. Heç də asan bir iş deyil, yəni ciddi çətin bir şeydir. Yəni qıraqdan asan görsənsə də həqiqətdə çox çətindir. Belə deyim də, futbolu sevirsənsə çalışmalısan, işləməlisən. Başqa yol yox. І саме головне, щоб твої футболісти це розуміли і виконували те, що ти у них просиш. Və ən önəmlisi də odur ki, sənin də futbolçuların bunu başa düşsünlər və sən nə istəyirsən onu etsinlər. Başqa sual yoxsa bir bağa versin suallar. Mənə elə gəlir ki, bir jurnalist olaraq bugün ən yaxşı oyunçusu Freddy Vargas idi. Freddy Vargasın hər oyunda bu səviyyədə çıxış eləməsinə nə mane olur? Мені важко відповісти, це треба у Фредді спитати. Mənə buna cavab vermək çətindir. Yaxşı olar ki, bu sualı Freddy'yə verəsiniz. Те, що він талановитий футболіст, це навіть він дуже технічний. Технічний, Да, це, я скажу так, дуже талановитий. Ну, з талантом. Mən belə deyim, çox texniki və çox istedadlı bir oyunçudur. Але якби він ще краще відносився до своєї роботи, я думаю, що він дійсно би міг стати ще краще. Deyim ki, öz işinə daha da ciddi və əzmlə yanaşsa, daha da gözəl oyun sərgiləyər. Belə deyim. У кожного свій характер, тому треба розмовляти, треба цікавитись. Бачите, на цю гру підготувався, вийшов і показав, що він дійсно дуже талановитий футболіст. Və belə deyim də, hər birinin öz xasiyyəti var. Yəni hər birindən ona görə də danışmaq lazımdır, öyrənmək lazımdır. Və o özü də ciddi hazırlaşdı və çıxaraq göstərdi ki, həqiqətən də çox istedadlı bir oyunçudur. Те ж саме можу сказати і не боюсь, я не люблю казати про індивідуальності, але Сафаров це також. Mən sevmirəm düzdür hər bir oyunçu haqqında fərdi olaraq danışmağı, amma eyni sözləri Səfərov haqqında da demək olar. Якщо він не зупиниться, його чекає дуже велике майбутнє. Əgər o dayanmasa, onu çox gözəl gələcək gözləyir. От повірте мені, İnanın 100%. mənə, 100%.